Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan. Her şehit taşına bir deyəcəyəm, akan gözyaşına dur deyəcəyəm. Zamana müamma sir deyəcəyəm. Ağlama şehit anası, ağlama. Zamana müamma sir deyəcəyəm. Ağlama şehit anası, ağlama. Hayat yaranandan yüzü karadır. İnsanlar çoxalır dünyada derdir. Derdi olanlara teselli yardır. Ağlama şehit anası, ağlama. Derdi olanlara teselli yardır. Ağlama şehit anası, ağlama. 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 Vətən müqəddəsdir, qorunsun gərək. Vətən sevgisiyle döyün sürək. Dar gündə yolunda can qurban verək. Ağlama şehit anası, ağlama. Dar gündə yolunda can qurban verək. Ağlama şehit anası, ağlama. Hayat yaranandan yüzü karadır. İnsanlar çoxalır dünyada derdir. Derdi olanlara teselli yardır. Ağlama şehit anası, ağlama. Derdi olanlara teselli yardır. Ağlama şehit anası, ağlama. Karatepe kent Şehitler Xiyabanı düğünleri Mehmet Sədatoğlu'nun şehit olduğu günü. 5 yıl bundan qabaq 44 günlük müharibede Mehmet Sədatoğlu şehit oldu. Allah bütün şehitlerimize rahmet eylesin. Onların yeri nurlar olsun. Şehitler unutulmazdır. Bütün şehitler güzel. Gördüğünüz bu mezarlık vaktiyle çok sağ olsun İslam ağamız sayesinde bütün şehitler bir yerde dəfn olmuştur. 1. Qarabağ şehitleri. Siz özünüz de bilirsiniz ki belki de böyle bir yer yoktur. Şehitler müxtəlif yerlerde dəfn olunur. Ama Karatepe şehitleri hamısı bir yerde sırayla Şehitler Xiyabanı yaranmıştır. Bu Şehitler Xiyabanı 30 ilde hemen Şehitler Xiyabanı berbat haldaydı. Sonradan o sağ olsun hürmetli başministrə Qədim müəllimin göstərişinə bərpa olundu. Şehitler Xiyabanı həmişə bizim ziyarət yerimizdir. Allah bütün şehitlere rahmet etsin. Mehmet Sədatoğlu'nun 20 yaşında müharibede həlak oldu. Qəhrəmancasına vuruşdu. Biz həmişə bütün şəhidlərimizi anırıq.
Allah bütün şəhidlərə rəhmət etsin. Bu məzarlıqda Karatepe'nin Sabirabad'ın ilk milli qəhrəmanı Mübariz Əhmədov da yəqin ki gördünüz. Allah ona da rəhmət etsin. Bütün şəhidlər qəhrəmandır. Mənim gözümdə bütün şəhidlərlə milli qəhrəmandır. Allah onların hamısına rəhmət etsin. Bunlar bizim qürur mənbəyimiz. Bunlarla biz fəxr edirik. Bu möhtərəm prezidentimiz demişdir. Dövlət nə qədər qüdrətli olan, iqtisadi cəhətdən inkişaf eləmiş olan, müharibədə qələbəni qazanan şəhidlərimizdir, əskərlərimizdir, zabitlərimizdir. Onlar qanun dökür, onlar düşmənlə üzbəüz vuruşur. Ona görə də bunlar bizim qürur mənbəyimizdir. Bunlar müzəffər ordunun şəhidləridir. Həmin ordunun ki, bütün dünyaya sübut elədi ki, indiki dövrdə, müasir dövrümüzdə necə ləyaqətli, şərəfli müharibə aparmaq olar. Bizim hədəflərimiz müharibədə hərbi istehkamlar, hərbi obyektlər oldu, düşmən səngərlər oldu. Biz mülki vətəndaşlara güllə atmadıq, raket atmadıq. Ancaq mənfur düşmənimiz, Qarabağ qonşu bölgələrimiz Tərtəri darmadağın elədi, yaxşı bilirik. Gəncəni darmadağın elədi. Hələ hətta Bəyləqana, Ağcabədiyə yığılaxa raketlər atdılar. Bakı ətrafına raketlər atdılar. Nəysə, çox şey danışmaq var. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bugün Məmməzadə Toğrul Pərvizoğlu'nun şəhadətindən 5 il keçir. Bu həqiqətən də bizim Qaratəpə kənd cəmaatı üçün çox qürur vericidir. Çünki bilirik, hamımıza məlumdur ki, 30 il torpaqlarımız erməni faşistlərinin əsarəti altında qaldı. Və o acı, o miskini bizim soydaşlarımız, bizim Azərbaycan xalqı ən ağır bir vəziyyətlə gördülər və çəkdilər. Və nəticə elə alındı ki, bütün cəmaatımız, xalqımız cənab prezidentimizin ətrafında sıx birləşdi və 27 sentyabr 2020-ci ildə dəmir yumruq olaraq hamı birlikdə torpaqlarımızın bütövlüyü uğrunda könüllü olaraq müharibəyə yollandılar. Bu müharibəyə yollanan insanların içərisində, gənclərimizin içərisində Məmməzadə Toğrul da var idi. Və Toğrul öz qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucaldı. Bugün bizim bu Şəhidlər Xiyabanı, Qaratəpə kəndinin Şəhidlər Xiyabanında 12 şəhid ölüyor. Onların içərisində də biri Məmməzadə Toğruldur. Bugün Qaratəpə kəndi haqqında danışanda çox böyük qürurla biz danışırıq. Ona görə ki, Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda canından, qanından keçən şəhidlərimizin elə biri də milli qəhrəmanı Mübariz Əhmədov da bizim Şəhidlər Xiyabanında uyuyur. Biz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizə Allah Taaladan rəhmət diləyirik və məktəblilərimizlə bir yerdə onun bugünkü bu anım günündə iştirak edirik. Bugünkü gün münasibəti ilə bütün cəmaatımızın hamısına başsağlığı veririk. Atası Pərvizə başsağlığı veririk və bütün şəhid valideynlərinə deyirik, sizin başınız ucadır, siz başınızı dik tutmalısınız. Biz bir Azərbaycan vətəndaşı olaraq onların qarşısında baş əyirik. Allah rəhmət eləsin. Onun için onun milli mensubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Sen de
görə şəhidlərimizin əziz xatirəsinə bir Alın mənim. gürültülü alqış buradır. Gelin böyle. Gelme. Ayakta. Gel. Türk cemaati. Allah tüm şehitlerimize rahmet eylesin. Bu günleri doğru bir mesadenin şehit olduğu gün. Gəlin burada, siz. Yaxınlar. Bu günler 5 yıl bundan qabaq çox kədərliydik. Çətin idi bizə. Bu xəbəri eşitmək çox çətin idi. İllər keçdi. Allah bunun dərimizə rəhmət eləsin. Prezidentimizə də can sağlığı versin. Qarabağ torpaqlarını işğaldan azad etdi. Qəlbimizdə sakitlik yaranır. O sakitlik ki, bizim Qarabağ torpaqları geri qayıdır. Nəinki Toğrul, burada yatan bütün şəhidlərin ruhu indi rahatdır. Qarabağ torpaqları geri qaytarıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir gün onun şəhid olduğu günə yığışdığı üçün sizə, kənd cəmaatına təşəkkürümü bildirirəm. Mən burada alim müəllimi görürəm, şəhid ailəsidir. Nərmakət məktəbi, Nərmakət də bizim Sovetliyi, orada da qəhrəmanlarımız var, şəhid qardaşıdır. Məktəb, Nərmakət məktəbi Allah rəhmət eləsin, onun adınadır. Allah şəhidlərə rəhmət eləsin. Bu kənd qəhrəman kənddir. Bu kəndin həmişə kim gəlsə bu kəndə, deyirəm kəndlə tanış olun, əvvəlcə tanış olun. Birinci Qarabağ müharibəsində gördüyünüz bu qəhrəman oğlanlar hamısı orada şəhid oldu. 44 günlük müharibədə özüm şahidəm. 47 nəfər hərbi xidmətə yola düşdü, müharibəyə yola düşdülər. İnanın 147 nəfərdə bəlkə də Mahir müəllim buradadır, yanındadır, təsdiq edir. 147 nəfərdə təkid edir ki, biz də vuruşmaq istəyirik. Bu kənddə vətənpərvərlik, vətənə, torpağa sevgi çox böyükdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün həm də 18 oktyabr müstəqilliyimizin bərpası günüdür. Allah günlərə rəhmət eləsin. Bu qəhrəman qadın Fatma xanım da vəfat edib. Allah rəhmət eləsin. Rəsimdir. Bu da bu torpağa, bu dövlətə deyək ki, çox əziyyət çəkib bir insan idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz qəbirstanlığın yanındayıq. El qəbirstanlığının yanında. O qəbirstanlıq ki, orada bütün kənd əhalisi, kəndin ağbirçəkləri, yaşlıları və cavanları uyurlar. Allah bütün qəbirstanlıq əhlini, Qarabağ kəndinin qəbirstanlığında uyan bütün vəfat etmişlərə Allahdan rəhmət diləyirik. Allah bundan sonra da gələcək bu nəsli, Məlkə xanım, çox sağ olun, siz bütün tədbirlərdə yaxşı iştirak edir bu məktəb. Gələcəkdə də bu şagirdlərin bura gəlməsi, inanın ki, burada böyük bir onlarda həvəs oyadır ki, görün bu kənddə nə qədər şəhidlər var. İnanmıram ki, bu şagirdlər də bu tədbirlərdə iştirak edirlər, böyük vətənpərvər insanlar olacaqlar. Allah canınızı sağ eləsin, Allah şəhidlərimizə rəhmət eləsin. Ağa, yaxşı yerdə qaldı, xahiş deyərdik. Ağa, mən hər halda ağa, sənə minnətdaram. Ona görə ki, bu elə üzbörtüdür. Şəhidlər xiyabanı bir yerə salmaq, birləşdirmək, Mələkə xanım özü müddətlərdə. Yəni bu hər kəsin işi böyle idi ki, bu şəhidlərin hamısını bir yerə salsın. Ağa, bu işə görəsə minnətdarlığımızı bildiririk ki, biz burada elə Qaratəpə kəndində bir şəhidlər xiyabanı bir yerdə ziyarət edirdik. Ayrı-ayrı olsaydı, biz məcbur edik, gedib ayrı-ayrı ziyarət edik. Hamısı bir yerdə olduğu üçün sizə illər keçsə də, neçə illər keçsə də, belə mən arzu edirəm ki, bu gələcək nəsil də şəhid olmasın da, Kiləsin İslam ağanın səyi ilə bunlar şəhidlər xiyabanı. Allah kömək olsun. Kənd cəmaatımızın, baxmayın, bütün rayon cəmaatının burada nə deyirsən? Bu günləri biz həmişə elə burada qəmlənmişik, amma elə bu günləri qəmlənmək günüdür. Valla qələbə günüdür.
bu şəhidlərin qarşısında durub burada gəlib onu ziyarət edəndə, onlarla söhbət edəndə daha da fəxr eləməliyik, daha da sevinməliyik. Bizim indi ta ağlamaq günümüz gedib. Ağlanmaq günlərimiz o vaxtlar idi ki, qələbə çalana qədər. Qələbədən sonra sevinmək lazım həmişə. Əsasən də gənc balalarımıza bunu göstərmək, elə obuya bildirmək ki, Azərbaycanda belə güclü ordumuz var. Ali Baş Komandan var. Bütün yəni, o insanlar ki, bu işdə zəhmət çəkiblər, Allah onlara can sağlığı versin. Şəhidlərimizə rəhmət eləsin. Bu günləri 22 gündür, 22-ci gündür o yəni başlanan müharibənin başlanması. Yəni sentyabrın 27-sindən 22. Bugünkü gün doğru şəhadətə yetib. Yəni hər gündə mən televizorda baxıram, baxıram ki, orada hər gündə o gedən müharibədə gedən o hadisələr barədə göstərirlər televizor. Şəhidləri, onların çəkdiyi zəhmətləri, xalq haqqında danışırlar. Və bu günləri doğru bu günləri şəhid olub. Yəni 21 gün orada vuruşub, döyüşüb, 22-ci günü burada şəhid olub. İndi elə insanlar var ki, 44-cü gün. Yox, laxal o müharibə keçdi bir gün, o gündə də şəhid olanlar oldu. Ha, gör, bir gün ərzində gör nə qədər şəhid oldu. Biz ərləri anmasa, o şəhidliyi başa düşməsək, çox çətin şey. İnsanlar gərək şəhidliyi başa düşsün nə deməkdir. Allah Teala Quranın Bəqərə surəsinin 54-cü ayəsində deyir ki, Allah yolunda ölənlərə ölü demiyor, onlar diridir. Bu Quranda Allah Teala bildirir. Yəni ki, demək istəyirəm ki, onlar bizim üçün həmişə diridir. Allaha and olsun ay uşaqlar, ay cəmaat, ay körpə balalar. Mən bura çox tez-tez gəlirəm. Gəlib burada şəhidlərlə burada görüşürəm. Bir-bir onları ziyarət edirəm, danışıram onlarla, söhbət edirəm. İnanın ki, elə bir ki, onlar da mənimlə danışırlar. Bax, ona görə bizim borcumuz odur ki, hər vaxt gəlib burada ziyarət edirik. Heç o demək deyir, bu cür tədbir keçirsin. Yox, tədbir olsa da, olmasa da, insanlar yaxşı olar gəlsin. Bax, mən onu bir adət mi, üzür məclislərində və digər məclislərdə deyirəm. Nəyi deyirəm? Deyirəm, bizim kəndimizdə bir gözəl adət var. Elə ki, bayram günlərində cəmaat gəlir ki, öz ölənlərin ziyarət eləsinlər. Birinci şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizi ziyarət edib, sonra keçib gedirlər, ölənlərin ziyarət edib. Və bu gözəl adətdir. Ona görə ki, bizdə qəlbimizdə sevgi var. Biz o qədər bizim bu kəndimizdə şəhidlərə qəlbən məhəbbət var ki, sevgi var ki, həqiqətən. Biz həmişə şəhidləri sevmişik. Mən şəhidlərlə yaşamışam, inanırsınız. Mən dedim də sizə, mən o qələbə günü, 44 günlük qələbəni çalan günü, mən onu demişəm bir neçə dəfə. Mən həmən gün gəldim bura, uşaqları ziyarət elədim, ağladım, təbrik elədim, gözləriniz aydın olsun dedim bu uşaqlara. Çünki bunların arzusu nə idi? Qələbə qazanmaq və torpaqların azadlığı, xüsusən də Qarabağ torpaqlarının azad olunması. Və Allaha çox şükürlər olsun ki, azad. İndi bilirsiniz də, Qarabağ ərazisində hansı uğurlu işlər gedir. Yəni orada nə qədər işlər gedir deyəndən də televizorda baxırsın, amma orada gedib gözlə görüləndə tamam başqa cür. Həqiqətən inkişaf var. Elə bir Qarabağ təzədən bərpa olur, təzədən. Ona görə indi mən bəlkə Çox sağ olun çıxışlarınıza görə. Kim də istəyirsə, müstəqildir, çıxış edə bilər. Buyurun, müəllimlər. İstəsiniz, yaxın gəlin. Mən bir daha Pərviz qardaşımızın İslam Sufası hazırlayıb, Sadırlar Qurulu, bütün əhalidən, cəmaatdan, Məlikə xanım, Əlikdən xahiş edilmiş ki, İslam Sufası var, Pərvizin adından deyirik. Çox sağ olun, Allah kömək. İndi də şagirdlərə söz verəyim, şagirdlərimiz də. Bir də buradan Əhmədabad Mədəniyyət evinə təşəkkürümüzü gəlib, biz də bu yerdə şəhidimizin şəhid olan günə, o kollektivinə təşəkkür edirik. Sağ olsun, Allah köməkdən olsun. Sağ olun. Müəllimələr, kim çıxış eləmək istəyir, buyursun. İstəyir, bəsləmədi. Bəsləmədi. Çıxış eləmək istəyir. Siz keçin, yox, siz keçin oraya. Dağlarımız Qarabağda bugün Zəfər bayramımız.
Hiç vaxt yerdə qalmayacaq axıdılan qanlarımız. Düşmənlərdən təmizləndi dədə-baba torpaqlarımız. Canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər olsun Toğruluma, Qarabağ artıq azaddır. Məhv elədi düşmənləri, dastan yazdı şanlı ordu. Xocalda öldürülən hər can üçün hesab sordu. Baxın, görün, 30 ildə neçə oğlu şəhid oldu. Cənnətdədir onlar, bugün ən uca atdır. Deyin Toğruluma, Qarabağ artıq azaddır. Qarabağ Türk torpağıdır, yenə də elə qalacaqdır. Qarabağa göz dikənlər başlarından olacaqdır. Şanlı ordum yenilməzdir, daim zəfər çalacaq. Qarabağ Azərbaycandır, gerisi cəfəngiyyatdır. Şəhidlərim, qazilərim, Qarabağ artıq azaddır. İnşallah bir dənə alqış verəgün, ruhu şad olsun. Bu arada Axundumuzun da Salam verir. çok sağ olsun Axundumuz da. Keçən Allah rahmet eylesin. o mikrofonu den gətirin. Bu yaxınlaşdır. Ha? Evet. Hörmətli tədbir iştirakçıları, hörmətli tədbir iştirakçıları, hörmətli qazilərimiz, şəhid valideynlərimiz, hörmətli fidanlarımız, əzizlərimiz, evlatlarımız, hamınızı salamlayıram. Düğünləri bırakmayın, şəhid evladımız sorğullarımızdan cənnətdəki növbəti 5-ci dönümü qeyd etməyə yığışmışıq. Qanlı vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdilər. Şəhidlik məqamı elə bir məqamdır ki, hər bir şəxsə nəsib olur. Təbii ki, 44 günlük vətən müharibəsində cəbhəyə yollanan bütün evlatlarımız bu məqamı gözləri qarşısına alaraq, şəhidlik məqamını qəbul edərək cəbhəyə yollanmışdılar. Amma orada da Allah Teala'nın bir hikməti var ki, öz sevdiği, seçtiği bəndələrə nəsib edir. Şəhidlərin məqamı Allah Teala dərgahında Peyğəmbərlərdən sonra ən yüksək məqamdır. Şəhid valideyni olmadı hər bir adama nəsib edir. Yəni bu çox qürurlu bir məsuliyyətdir. Fəxr, böyük bir fəxrdir. Allah Teala Kur'an-ı Şerif'te buyurur ki ben çok sevdiğim ayetlerden biri size tekrar ederim. Hoş diyelim. Allah Teala o Nisa suresinde buyurur ki öyleyse dünyasını satıp ahirete alanlar Allah yolunda vuruşsunlar. Allah yolunda vuruşarak şehit olanlarsa veyahut galip gelenlerse mükafatı bizim yanımızdadır. Yani bu vətən müharibəsində müqəddəs bir amal uğrunda torpaqların yağıb şirinə azad edilməsi uğrunda döyüşə yoluna hər bir şəxs bu şəhidlik məqamını qəbul edilmişdir. Buna baxmayaraq o müharibənin, müqəddəs müharibəmizin bütün iştirakçılarının mükafatı Allah tərəfindən. İstəyir veteran olsun, istəyir qazi olsun,
fərq etməz. Bunların hamısı mükafatı Allah yardır. Ona görə də biz bu şəhidləri anmağa yanaşı bütün qazilərimizin də, Vətən müharibəsi iştirakçılarının da, veteranlarımızın da həmişə hörmətini uca tutmalıyız, əziz tutmalıyız. Bu tədbirlərin keçirilməsində yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunun da böyüməsində böyük önəm var. Cənab Prezidentimiz gənclərlə görüşündə bir dəfə qeyd etdi ki, tarixini bilməyən gənc vətənpərvər ola bilməz. Vətənpərvərlik bir də bu evlatlarımıza yəni vətənpərvərlik təkcə döyüş meydanında deyil ki, vətənpərvərlik bütün sahələrdədir. Elmdədir, bilikdədir, mədəniyyətdədir, mənəviyyətdədir. Hər bir şəxs öz sahəsində vətənpərvər olmalıdır. Müəllim də vətənpərvər olmalıdır, həkim də vətənpərvər olmalıdır, bir xadim də vətənpərvər olmalıdır. Hər bir şəxs öz sahəsində vətənpərvər olmalıdır. Ona görə mən gələcəyin bunlar bizim həkimlərimizdir, müəllimlərimizdir. Dərslərində müvəffəq olsun eləmişə. Bu ölkəyə, bu vətənə layıqlı evlad olsun. Təbii ki, burada çıxış eləmək istəyən şəxslər çoxlaşma. Lüzum yoxdur ya. Ona görə mən sizə göstərir edirəm ki, evlatlara, nəvələrimizə göstərir olmuşdur ki, dərslərimizə əl oxuyalım. Və savadla, bu günləri hər bir şey savadla, elmlə əldə olmalı. Bu günləri dünyada qlobal dünyamızda mühüm dünyanın yenidən bölünməsi, parçalanması, müharibələr səngimək bilmir. Bu günləri əgər daxilərin üstədə sülh şəraitində yaşamaq istəyirsənsə, müharibəyə hazır olmasın. Buna görə də il və ildə dövlətimiz hərbi büdcəsini artırır, hərbi sahəyə diqqəti artırır, yeni müasir silahlar, texnikalar alınır. Milyonlarla xərcəkli ildə dəfələrlə qardaş Türkiyə Cümhuriyyətinə birgə Türkiyə istəyir Azərbaycanda birgə təlimlər keçirilir ki, daimi döyüş qabiliyyəti, ordumuzun döyüş qabiliyyəti yüksək olsun, döyüşə hazır olsun ki, düşmən də bundan nəticə çıxarsın, qorxsun, çəkinsin belə zorunludur. Ona görə bir daha cəm şəhidlərimizə Allah rəhmətinə, şəhid valideynləri, səbir, qazilərimizə şəfalar. Uca yaradan dövlətimizi, ordumuzu, millətimizi, dinimizi qorusun inşallah. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu. Elimizde böyle bir ağır sözü var. İsmi Ağırlı dünya göç insanlardan yalan sözü buyurur ki buyurur ki hoşbakt validen o validen ki özünden sonra yerinde var veren ağası söyleyin. Hoşbakt validen o validen ki özünden sonra yerinde var veren ağası koyar. O bar veren ağaç valideynin başını Allah deryasına uzaymış. Sevgiye içerisine uzaymış. Bundan əlavə, kəlamımızda bu işi fəsbürü ala mahsabəkə. Səbir edin o şeye ki, bəlayı mübtəlasınız. Bunun cürbəcüləri Özlə Ali ibn Əbu Talib Ələsin mizahsına buyurur ki, burada iki məna nəzərdə tutulur. Əmr və məruf rəhi əz-münkər. Dəvət edin düz yola. Çəkindirin əyri yoldan. Bu yolda kimlər bəlayəsi, yəni şəhid olsa, dünyasını dəyişsə, Allah dərgəndə o mərtəbəsi müzafir. Çünki nəyə görə? Həqqin yolunda insan dünyasını dəyişərsə, o ad həmşəlikdir, bu qulaq da bizim üçün həmşəlikdir. Allah doğru balıya rəhmət eləsin, yeri behişdə olsun, onsuz da behişdir, biz də belə arzuluyoruz. Və yerdə qalanları səbir-səbirlə əta eləsin, Allah Teala yetişən cavanlarımızın hamısın, bu şəhidlərimizin getdiyi yola hazır vəziyyətə yetişdirsin. Elm, insan biri-birinə mübahisə etsə, əgər mübahisə etdiyin şəxs cahildirsə, sən də cahilsən. Çünki alim cahillə mübahisə etməz. Deməli, elmdə elə bir yüksəkliyi var ki, hər adama nəsib olunur.
Şəhidlik də elə bir məsələdir ki, elə bir mərtəbədir ki, hər adama qisməti olunmur. Hamımızın qəlbində yaşayan bir varlıqdır, hamımızın fikrində yaşayan bir varlıqdır, hamımızın düz yolunu göstərən bir yoldur, şəhadət yolu. Allah bütün şəhidlərimizin mərtəbəsini söylesin və bizim qəlbimizdə şəhidlərimizə olan məhəbbəti həmişə mühəqqəq eləsin və o şəhidlərimizi yaddan çıxarmayalım. Mən cavan balaları bu yolda yetişməkliyə arzu edirəm və müəllimlərimizə təşəkkür edirəm ki, belə bir evlada yetişdirirlər. Dərs deyir, elm öyrədir, gələcəyə göstərir, keçmişləri yada salır. Allah Teala cəmiyyəm bütün şəhidlərimizə məni rəhmət eləsin. Allah millətimizi dövlətimizlə, millətimizlə həmişə bir-birinə mehriban eləsin və milletimizin əziyyətini nəzərə almadan dünyagir insanları Allah milletimizin kənar etsin. Allah rəhmət eləsin. Allah qalanlarımızın hamısına səbir kəramət eləsin. Allah bütün şəhidlərimizi həmişə qəlbimizə mühəqqəq eləsin, yaşasın və yaşayan dünyamızın, yaşayan ölkəmizin, yaşayan milletimizin hamısının boynunda bir borçdur ki, onu şəhidlərimiz yaradır. Allah rəhmət eylesin. Çok olgun, minnettarım. Her birimizden de Allah'ın rəhbərliyi adından, eyni zamanda Allah'ın bütün sanatlarından büyük sıralardır. İbrahim. Səmin şəhidlərimizə doğru qolumuzdan baxın. Səmin şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Böyüklərimizə, qazilərimizə can sağlıqlar diləyirəm. Burada saqqallar fikirləri deyirlər. Çox danışmaq istəyim yoxdur. Yəni, hər bir qardaşın başlı tuzu olsun. Belə bir güzel vətənpərvər, qəhrəman qurban vətənçi və o dindarlarımız bizi, ruhanilərimiz bizi Allah sənnət onunla bir təsəlli tapır. Allah sizə var edin, bura gələn hər bir insana, biz İslam olaraq hər birinizin sağlıqlar olsun. Alim müəllimdir, birisi şəhid qardaşıdır, gəlmək istəyərək o da bir şəhətlə danışsın. Danışır, laf yapsın. Allah sizlər var edəsin. Məktəb xərcəklərinə təşəkkürümü bildirirəm. Məktəbdə görüşlərimiz, məktəbdə də bizim görüşlərimiz çox olur, orada da əziyyət çəkirlər. Mən deyim, onların qəhrəmanlıqlarından orada danışıb çıxarmaq olmaz. Burada bilirsiniz də, bura şəhidlər xiyabanıdır, birinci Qarabağ döyüşləri. Elə Qaratəpədən başladı. Mübariz qardaşın rəhmətli milli qəhrəmanımızın, mübariz qardaşının ətrafına nə qədər könüllü insanlar toplaşdılar, döyüş etdilər. Yəni, bu qəhrəman bir kənddir. Sabirabadımız qəhrəman bir rayondur. Azərbaycanımız qəhrəman bir ölkədir. Vətəndaşları da qəhrəmandır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ölkəmizi, dövlətimizi, millətimizi qorusun və heç vaxt şəhidlərimizi unutmayalım. Çox sağ olun. Məktəblilere söz vereyim. Konuştum. Bu tədbir iştirakçılarına minnətdarlığımı bildirirəm. Bizi də bura dəvət edilənlərdir, Rafaik müəllimlərə təşəkkürümü bildirirəm. Yeni qurumlara təşəkkürümü bildirirəm. Xalqımıza təşəkkürümü bildirirəm ki, bunları yad ediblər. Əvvəla, bu şəhid haqqında danışmaq çox çətindir. Çətindir, niyə görə çətindir? Övlad itirmişik. Ancaq bir yandan da qürurludur ki, heç olmasa o torpaqlarımızı aldılar, bizə verdilər. Əsrlər boyu gedən torpaqlarımızı bu övladlarımız bizim xalqımıza aldı, verdi. Allah'a and olsun. Mən üzr istəyirəm, övladım yetsə oktyabrda şəhid olur. Deyirdim Allah, heç olmasa bu torpaqlarımız geri qayıdıydı. Onların məsələn zəhməti itməydi. Zəhməti itirməydi. Şükür Allah ki aldılar. Allah onları İmam Hüseyin ağına bağışlasın. Allah xalqımıza, dövlətimizə, millətimizə dündən sonra bala dağıdır, övlad dağıdır. Necə deyim, xalqımıza bir sınavla görkəzməsin. Bizə qarşı hansı ki mənfur millətlər var. Bizim Azərbaycan xalqının 4 tərəfə düşman. Allah o düşmanların öz bəlasını öz başlarında çatlasın. Allah xalqımızı qorğulayan bizim evlatlarımız var hal-hazırda. Biz gecə rahat üzr istəyirəm, yatırıq, onlar bizi qorğulayırlar. Allah onları qorusun. Boyun o tərəfdən çıxır.
Bizim şəhidlər heyvanlar. Bura gələn yola da kömək gəlsin. Gelin gelin. Buradayım buradayım. Sağ olsun. Rəhbərimiz anlasanız böyük diqqəti var. Çok güzel bir şeydi. Rehberin dikkati çok güzel. Özüyle şeyi qəbul etmək istəmir. Kasımın imkansız var. Belə tədbirlər hamısını Cenab-ı başında gider. Prezidentin siyaseti bugün çok uğurla devam oldu. Çok teşekkür ediyoruz size. Bize başta rehberimizin bugün torpaqlarımızın dövlüyü Ali Başkomandanımızın etrafında bak belə şəhidlərimizin sayəsində biz zəfər qazanırıq. Bunu unutmaq olmaz. Siz ki bu günləri şəhidlərimizi yad edirsiniz. Hər kəsə təşəkkür edirik. Bizim bugün borcumuzdur. Şəhidləri yad edək, onların valideynlərini yad edək. Onlar bizdən nə istəyirlər? Sadəcə yanlarında olmaq istəyirlər. Çox təşəkkür edirik. Minnətdarıq sizə. Əziz qonağımız, gəlin bura. Gəlin, şəhid valideynləri. Yaxına gəlin, ağa. Belə yaptı, çatır. Belə saf yazarım mən biraz. Onda belə hamı tərəfdə. Əsgərlərimiz sağ olun, gedin. Əsgərlərim, təşəkkür ederim. Allah yardım etsin. Xahiş edərdik ki, çox sağ olun, Allah kömək olsun. Diqqət səfər işlərinə, sizlərə minnətdarımız bildirir, bizdən bərabər şəhidlərimiz ziyarətlər. Xahiş edərdik yaşamayın. Bu ağır şəhid atasını sağlıqlı, Allah rəhmət eləsin. Bütün şəhidlərimiz Allah rəhmət eləsin. Biz şəhidlərin gittiği yolda, bu yoldan sonra da bizim de kaybeden gelen maksimum kent tasarrufatında öz sözlerimizde, öz cemaatimize destek gösterdiği da çok bir nece diyeyim size öz canından kadar öz canından bizlere göre devletimizin işlediğine göre canından geçen bütün şartlar ondan sonra bundan sonra da bizim de devlete bu durumda devlete satışlanmak için istemişler cemaatimize Allah rahmet eylesin. Allah ruhunu şahit etsin. Şahitlerimiz ölmüştü. Hakikaten bir daha başlayalım demek. Allah Teşekkür ederim. Bizde kent saygımızda mükemmel bir yerde. Bizde saygı olsa köyler olsa karşılayalım. Müdürü bize yakından kömeği de Allah kömeği. İlham ben bir de esas edeyim ben. Tanıyorsunlar, belki bazıları tanıyor. Bunun hakkında en maksat tanıyamaz. Şehitler Xəyabanın yağınmasında ilə bütçə cəmaatımızda elimizin oğlanların zəhmətində böyük deyil. Ben burada çıxış edib dedim sözüm ama bu günləri gördüm. Gələn qonaqlarımın çəkdiyindən artıq çoxdur. Doğrudan da bu bizi fərəhləndirdi, fərq elədik. Yəni şəhidləri yad eləməkdə təkcə bizim kənd yox, kənarda olan kəslər, yəni canı sıxıcı dostlarımız, digərlər bu günləri burada bizə şəhid valideynlərinə dəyəcək verdilər, səbirlədilər, şəhidlərimizə rəhmət dedilər. Allah sizdən razı olsun, biz çox qurur duyduq. Biz çox qurur duyuruq ki, çünki bizim kəndimizdə belə bir möhtəşəm şəhidlər xəyabanı var. Və burada 12 qəhrəman şəhidimiz yatır. Qazimiz var. Doğrudan bizim belə kəndimiz şəhidlər kəndidir. Milli qəhrəmanımız bayraq ordeni, Azərbaycan bayraq ordeni və digər burada doğru bayraqlar orada ordenlər, medallarla tərtib olunmuşdur. Və burada uşaqların hamısı qəhrəmandır. Hamısı belə seçilmiş
qəhrəmanıdır, yəni Azərbaycanın qəhrəmanıdır. Biz hər yerdə Qaratəpə kəndi olaraq fəxr edirik şəhidlərimizlə. Mən sizdən əvvəl də dedim, bizim bir adətimiz var burada, onu deyim ki, biləsiniz. Bizim cəmaatımız bayramla əlaqədar şəhidləri burada öz ölənlərini ziyarət etməyə gələndə birinci bu şəhidlər xiyabanı ziyarət edib, sonra keçirlər. Yəni, ölənlərin öz ölülərini ziyarət edirlər. Yəni, bu doğrudan adam fərəhlənir bundan. Sevilir ki, şəhidlərə bu qədər hörmət, ehtiram var. Allah Teala sizdən razı olsun. Çox sağ olun, zəhmət çəkib gəlmişsiniz. Mən elə şəhidin valideyni, yəni atası, mən tələbəm olubdular hamısı. Birinci Qarabağ müharibəsinin döyüşçüsü özdə. Yəni, hərbi özüm. Mən özüm aparmışam bunları. Döyüşə özüm də iştirak etmişəm orada döyüşlər. Mən demək istəyirəm ki, bundan da sizə təşəkkür edirəm. Çox sağ olun ki, zəhmət çəkib gəlmişsiniz. Bu böyük fəxr oldu bizə. Doğrudan, həqiqətən mən çox sevindim ki, bu günləri çox təntənəli şəkildə bu gün anım məclisimiz keçiririk və inşallah ki, sonu da axırı hələ məclisimiz burada. Sizi də məclisə dəvət edirik və iştirak edə bilərsiniz və sizdən ihsan da var, icazə verirlər ihsan eləmək. Yəni, qanun çərçivəsində nə qədər vurmadadsa, o formada ihsan olacaq. Və yenə də Mələkə müəllimə də direktor olaraq həmçinin burada tələbə uşaqların hamısına da dərs verirəm. Bunlar hamısı mənim tələbələrim olub. Sağ ol. O bir şey də deyirlər, uşaq o da oxudu burada Fatma xanım. Bunların hamısını mən də dərs demişəm. Allah canlarını sağ eləsin. Elə bu sevgi, məhəbbət, elə o biya şəhidlərə, elə ibtidaidən bu xalqın, bu tələbə, bu uşaqların, cəmaatın qəlbindədir. Biz burada hər vaxt tədbir keçiririk. Tədbirlərimizin hamısı şəhidlər xiyabanının qarşısında. Allah şəhidlərə rəhmət eləsin. Allah razı olsun sizdən, yəni şəhid valideynlərinə də Allah səbr gözlər. Çox sevindim ki, bura qonaqlarımız gəldilər. Təşəkkür edirəm hamınızda. Sağ olun. İlham müəllim, mən bir şey demək istəyirəm, bir yadımdan çıxdı deyilmədir. Allah əvvəla bu ağsaqqallarımızı elimizdən, ovamızdan əskik eləməsin. Həmişə elimizin, ovamızın axıl ağsaqqalları var eləsin. Mələkə müəllimə də uzun ömür versin, onun ətrafında olan bu məktəb işçiləri bu tədbirində çox gözəl iştirak edir. İstəyir əvvəl işləyən vaxtlarında da, yeni Azərbaycan Partiyasının işləyən vaxtlarında da həmişə bu şəhidlərin yanında olurlar. Həmişə bizim yanımızda. Allah onun özünə də, onun məsələn o timsalında olan bütün bu şəhidlərə ki, hər kəski qiymət verir. Allah onlara kömək edir. Allah gənə bu xalqımıza, millətimizə qüvvə versin, güc versin. Düşmənlərimizi Allah bizdən uzaq etsin. Allah elimizə, ovamıza büyündən sonra nətərdir, sınıqlı görkəzməsin. Aclıqdan, müharibə ilə, pis dərdlərlə, bəlalarla intiham Allah eləməsin. Allah bu şəhidlərimizi də Ağam Hüseynə bağışlasın. Bizim bu şəhidlər hamı hər yerdə var. Bu 2 dənə şəhid vermişik və Mələkə xanım bilir. 94-də də vermişik, 20-də də vermişik. Sovet dönəmində birini də vermişik. Bizim elimizi, ovamızı həmin o insanlar qorğulayır da. Gələcəyimizi də bizim balalar, nəvələrimiz qorğulayacaq. Allah onlara can sağlığı, uzun ömür versin. Qapılarımıza şatırlar nəsib eləsin, qismət eləsin. Allah müzəffər başqamadan canı sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Allah əskərlərimizə, zabitlərimizə, prezidentimizə güc versin, qüvvə versin. Xalqımızı, millətimizi, vətənimizi qorusun. Allah canı sağ olsun. Ziyarət edəcəksiniz. Hə. Qismət, Allahın qismətidir. Allah rəhmət eləsin. Toğrul bizim şagirdimiz olur. Toğrulun Allah rəhmət eləsin nənəsi. Toğrulun nənəsi məktəbimizin ən tanınmış müəllimlərindən biri oldu. Bu uşaqları demək olar ki, elə nənənin tərbiyəsi ilə böyüyüb başa çatdılar. Atadan çox nənəni diqqət yetirirdilər. Allah Pərdə müəlliməyə rəhmət eləsin. Məkanı cənnət olsun. Onun o həyat yolu hamımıza örnək idi. Bu günləri o örnəyin nəticəsi onun oğlunun oğlu şəhid oldu. Vətən yolunda, dövlət yolunda, xalq yolunda. Ali Başkan da komandanımızın ətrafında sıx birləşdi. Onun səsinə səs verdi və nəticəsi də bu günləri xalqın azadlığı, torpaqlarımızın bütövlüyü oldu. Bugün bu zəfəri bizə yaşadan bu igidlərdir, Toğruldur,
o igidlərin biri. Onların qarşılarında, məzarları qarşısında biz baş əyirik. Bugün hər birimiz onlara borcluyuq. Və siz atanın, hər biz ata, qardaşım, sizi, anam, sizin bax qarşınızda baş əyirik sizin. Sən həqiqətən də qəhrəman anasan. Vallahi. Bax, tarixə yazıldı Toğrulun adı. Nə qədər çətin olsa da, nə qədər ağır olsa da, amma siz biz deyilsiz, biz deyilik. Siz tamam fərqli insanlarsınız. Ağlama. Can, bax, sən bax, əlimdən öpürəm. Allah şəhidlərimizə Sən əlimdən öpürəm ki, bu qəhrəman evladı sən dünyaya gətirmişsən. Allah şəhidlərimizə rəhmət eləsin. Ev muzeyindəyik. Qəhrəman qardaşımızın ev muzeyindəyik. Onların gördüyünüz kimi saatları buradadır. Kitablar yazır ondan. Gələcəkdə də kitablar yazacaq. Gələcək nəsil də yazacaq Toğrul kimi qəhrəmanlarımızdan. Allah rəhmət eləsin bütün şəhidlərə. Cənab Prezidentimiz medallarla tərtib edir bunu. Allah qorusun Prezidentimizi tərtib edir medallarla. Qəhrəmancasına vuruşub. Cənab Başçı dünənləri bir şey qeyd elədi. Fəriz qardaşa dedim, indi mən o burada açıqlaya bilmirəm ki, başçının xüsusi bu ailəyə diqqəti var. Bütün şəhid ailələrinin olduğu kimi bu ailədə hörməti və diqqəti var. Cənab Başçının dünənki göstərişi də oldu ki, bütün şəhidlər, ərazidə olan şəhid ailələri yüksək səviyyədə qarşılanmalı, yüksək səviyyədə onları dinləməli, problemlərini həll edilməli, lazım olanlara da mən səviyyəyə qalxmaq lazımdır. Allah can sağlığı versin Prezidentimizə. Hər şeyin əvvəli başlanğıcı Prezidentimizdir. Prezidentimiz olmasaydı, o dəmir yumruq olmasaydı, biz qalıb gələrmədik, şəhidlərimiz qanun köşkdülər. Allah rəhmət eləsin. Mən bir şey deyim, indi 102 çəkir bizi, çox yayımlanır və bir çəkici olacaq, gələcək nəslə qalacaq. Məsələn, xanım, bir şey deyim ki, bu Pərviz, Allah rəhmət eləsin, 1 manat da bir şəhidin pulundan götürmədi. Gördüyünüz kimi o məzarlığa qoydu. Allah rəhmət eləsin. Ev muzeyi, məzarlıq, burada bir bulaq tikdirir. İnşallah o da başlasın. Vaxtı ilə də orada bulaq olub. Vaxtı ilə də bulaq olmuşdu orada. Şəhidlərin bulaq olmuşdu. Sökülüb gedmişdi. Artıq buna da bərpa edir. Xeyli akışın görür, bir nəşdat fazişin görür. Açılmaq üzrədir. Bax, bu hamısı sağ olsun. Bir növ şəhid ailəsi bizim başımızı uzaldır. Problemləri hamısı bizim üstümüzdə qala bilərdi. Amma o qoymur qala. Özü o şəhidin ayrılmış pulun hamısı mən deyərdim ki, hamısından artıqın da belə xərclədi ki, o şəhidlər qərbanı gözəl olsun. Allah rəhmət eləsin, cənnət olsun yerləri. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Doğru. Allah rəhmət eləsin. Məkanın cənnət olsun. İlham, mən bir məsələni də deyim. Bax, bu kitab 44 günlük Vətən müharibəsi sona çatandan sonra Fatihlər kitabıdır, Sabirabad şəhidləri. Mən özüm elə bax, bu ev muzeyində oldum. Layihə rəhbəri, bu kitabın layihə rəhbəri Məlikə Atayeva. Bəli, ön sözündə müəllifi Suma Sakit qızıdır. Deməli, hardasa 500 tiraj buraxdıq bununla, təsvir edeyim. Və bunun içərisində həmin o şəhidlərimizin, həmin Sabirabadda 225 şəhid də burada olmaqla, eləcə də 44 günlük Vətən müharibəsində, bax bu şəhid Toğrulun dəqiqə şəklində göstərəcəm sizə, onun haqqında bax, geniş məlumat dərc olunub ki, neçənci ildə doğulub, neçənci ildə orta məktəbə girib və onun bir qəhrəman bir evlad kimi ailədə yetişməsi bax bu kitabda öz əksini tapır. Yəni bax bu borclarımızı bəlkə də bu elə belə iş deyil ha. Yəni amma şəhidlərin qarşısında bu mən deyərdim ki elə böyük işdir. Yox, böyük iş deyil. Yəni sadə bir işdir. O şəhidləri gələcək tarixə çatdırmaq elə bax tarixdə yaşayır bu. Bütün məktəblərdə, bəli, uşaq bağçalarında, idarələrə, müəssisələrə paylanır. 500-lüksə azdır, 500-lüksə görünə qədər ailələrə paylanır. Çox sağ olun şəhid. Mən kitab haqqında məlumatını sizə də təqdim edəyəm. Allah şəhidlərə rəhmət eləsin. Sizə də təşəkkürümüzü xanım qız gəlib çəkiş elədiniz. Sağ olun. Atoza da minnətdarımızı bildiririk, atasıdır. Necəkət xanım da gələcəkdi bura, Necəkət xanım Mingəçevirdəndir.
Amma çox atası rəhmətə gedib onun, Allah rəhmət eləsin, hələ yedisi çıxmayıb, o görə gələ bilmədi. Xanımla Sağ olsunlar ki, bunu iştirak elədilər. Çox sağ olsun. Biz də 102 Xəbər Info və Inform Xəbər TV kollektivi adından bütün şəhid ailələrimizin qarşısında baş əyirik. Məkanları cənnət olsun. Çox sağ olun. Təşəkkür Sağ olun. edirik biz də sizə. Sağ olun. Cəmi şəhid sevərlərin hamısına təşəkkür edirik. Dünyanı heyrete salan oldunuz, azadlı godunda yanan oldunuz, köçüb yüreklerinde kalan oldunuz.